Allahın işi, kainatın işarəsi, yoxsa məsələ beyindədir? Gəlin bu haqda danışaq. Təsəvvür edin ki, biz bir maşın almaq istəyirik və modelini bilirik, rəngini bilirik, hələ düşünürük. Və daha sonra biz həmin maşının markasını, rəngini hər yerdə görürük. Düşünə bilərik ki, bu bir növ işarədir. Bu o deməkdir ki, mən bu maşını mütləq almalıyam. Amma əslində məsələ o deyil, məsələ bizim beynimizdir. Gəlin bunun səbəbinə bir göz ataq. Səbəb isə beynimizdəki RAS sistemidir. Yəni Reticular Activating System və ya Azərbaycan dilində desək, retikulyar aktivləşdirmə sistemi. Nədir bu sistem? Məhz RAS bizim beynimizdə bütün informasiyanı filtrləyir. Məsələn, mənim evimin böyründə bir çay axır. Mən bura təzə gələndə o çayı eşidirdim, gecə eşidirdim, səhər eşidirdim, bundan zövq alırdım. Bir müddət keçəndən sonra mən artıq çayın axma səsini çox fikir verməsəm eşitmirəm. Niyə? Çünki RAS sistemi mənim beynimdəki hər gün eşitdiyim səsləri filtrləyir. Maşın məsələsində də belədir. Gün ərzində biz yüzlərlə maşın görə bilərik, amma o vaxtı ki, biz qərar verəcəyik ki, bax bu maşını alacağam. Məhz onda bizim beynimiz RAS sistemi filtrləyir informasiyanı və yüzlərlə gördüyümüz maşın arasından bizə məhz o maşınları göstərməyə başlayır. Eyni mexanizmdə fikirlərimizlə işləyir. Beynimizə neqativ düşüncələr daha tez gəlir, çünki həmin neqativ neyron bağlantılarımız bərkiyib. Ailə, cəmiyyət, keçmiş təcrübələr, bunlar hamısı həmin neyron şəbəkələrini bizim beynimizdə gücləndirib. Yəni əzizlərim, neqativ düşüncələr əslində bizim bir xarakter məsələsi deyil, bu beynimizdə olan bir mexanizmin bir parçasıdır. Ay Səkinə, bu beyin haqqında niyə başlamısan danışmağa deyirsinizsə, çünki əslində bu mənim üçün maraqlı bir mövzudur. Özüm də bu dövrdən keçmişəm və sorğulamışam. Bilirsiniz ki, son bir il yarımdan çoxdur ki, mən Porto Rikoda yaşayıram və gördüyünüz kimi ətrafım yaşıllıqdır. Bir növ təbiətlə birləşmişəm və özümlə, duyğularımla daha çox vaxt keçirirəm və bir anda mən bunu özümdə hiss elədim ki, özümlə daha çox vaxt keçirdikcə mənə neqativ fikirlər gəlir, özümü yetərsiz hiss eləyirəm və başladım araşdırmağa. Çünki normalda baxıram ki, həyatım çox yaxşıdır, yəni xoşbəxtəm. Nəyə görə bu neqativ fikirlər gəlir? Gördüm ki, doğrudan bu əslində məsələ məndə deyil, məsələ mənim fikirlərimdədir və bu dövrdə beyni araşdıraraq başa düşdüm ki, o düşüncələr əlbəttə ki, həqiqət deyildi. Beynimin bir növ köhnə vərdişləri idi və hal-hazırda çalışıram ki, həyatımı daha çox pozitivə yükləyim və pozitiv neyronlar əmələ gətirim beynimdə. Elə neyronlar əmələ gətirim ki, doğrudan bu mənə sərf edən neyronlar olsun. Sözümün canı. Müsbət düşünmək könüllü bir qərar deyil ya da ki, asan bir qərar deyil. Müsbət düşüncələrinizin əmələ gəlməsi üçün beyninizlə işləməlisiniz və təzə neyronlar oyatmalısınız. Bunun üçün ən möhtəşəm praktikalardan biri yazmaqdır. İlk elə nədən başlaya bilərsiniz? Minnətdarlıqdan. Hər gün, gün ərzində nə üçün, kimlərə minnətdar olduğunuzu yaza bilərsiniz. Belə, ümid edirəm maraqlı oldu sizin üçün. Şərhlərdə yazın görək, siz neqativ düşüncələrinizlə nə edirsiniz, onları görürsünüzmü, müəyyən praktikalar edirsinizmi? Təşəkkürlər.